Deyirsən ki, hələ geri dönməyə bir ümid var. Zəng et falan, gəl fikir mübadiləsi edək. İndi bu sevgi mi, yoxsa zərərsiz vərdiş kimi? İşte gəlsəm, məni öz qısqanclıq səhnələrində boğaza yığmayasam, atmacalarınla məni çərrətməyəsəm, bəzi məsələlərdə görməməzlikdən gəlib, məni axmaq yerinə qoymayasam, mənə eşqdən, məhəbbətdən bəhs edib, ayrılıq tərənnümü dinlətməyəcəksən, ürəyimi sındırıb, mənə məlhəm verməyəcəksən, işdi gəlsəm, bəhanələr tapıb və niyə gəldin deyib məni peşman etməyəcəksən. Bilirsən, əslində bizim həyatımızda dəyərli olan ilk münasibətlərdir. Sonrası isə xalı xətrin qalmamaqdan ötürü bir laf. Bizim münasibətlər ilk öncə sanki öndə bir dağ kimi, sonrası isə topuğa dəyən atılan xırda bir daşlar kimi. Odur ki, gəl bu dağı aşıb, o xırda daşları boğazımızdan asıb qəlbimizə yük etməyək. Ayrıldıqsa davam etməyək, ayrıldıqsa davam etməyək.